sözsüz ki, hər əməliyyatın öz əks göstərişi var, flakın da öz əks göstərişi var və əsasən siz bunu istifadə edə bilməzsiniz o insanlarda kimdə artıq müəyyən bir xəstəliklərə görə canda buna deyirlər Sjögren sindromu, quru göz sindromu, belə bir xəstələrə əməliyyat eləmək məsləhət deyil. İnsanlarda kimdə var qlokoma, yəni qara su, bizim dildə çox istifadə olunan bir söz, onlara istifadə eləmək məsləhət deyil. Kimdə patologiya var göz dibində, ona görə ki, göz dibini həmişə müşahidə etmək lazımdır və göz dibinə müdaxilə etmək lazımdır, onlara olmaz. Yəni, əfsuslar olsun ki, bu göz gərək olsun sağlam göz. Və əksər həkimlər deyirlər ki, sağlam gözə müdaxilə etmək də düzgün deyil. Mən yenə təkrar edirəm, mən yenə vurğulayıram ki, sizin yanınıza gələrək insan və plastik cərrahiyə gələndə o da sağlam insandır, amma öz canında dəyişikliklər istəyir. Eyni şey gözə də aiddir.